hörmətli Əli Məmnun Ağayev təyin olunandan sonra artıq bu suallara cavab verildi ki, Bəli. yəni bir müəssisənin, bir qurumun rəhbəri yerində olduqda və onun üçün milli maraqlar, dövlət maraqları ən yüksək bəndə olduqda belə neqativ hallara son qoyulur və xüsusilə təhlükəsizlik xidmətinin son 4-5 ildə keçirdiyi bu həbslər onu göstərdi ki, bu qurum artıq normal şəkildə öz fəaliyyəti ilə məşğul olmağa başlayıb. Təkcə ölkə daxilində vəzifəli şəxslərlə bağlı deyil, həm də ölkəmizə qarşı o radikal qüvvələr, terror əməliyyatı keçirmək istəyən qüvvələr, hansısa dövlətlərə bağlı olan şəxslərlə bağlı, bizim siyasi ictimai liderlərə qarşı sui-qəsd təşkil edənlər, elə Fazil bəy Mustafanı özünü götürək və s. Onlara qarşı mübarizədə də mən belə deyərdim ki, təhlükəsizlik xidməti qurumları öndədirlər. Eyni zamanda paralel olaraq qanunların icrasına nəzarət edən prokurorluq orqanlarından gəlin söhbət edir. Yəni əvvəllər prokurorluq orqanları istəsəydi də belə təhlükəsizlik xidməti daha yüksəkdə duraraq müəyyən təzyiqlə bəlkə də prokurorluq orqanlarının normal fəaliyyət göstərməsinə imkan vermirdi. Amma indi prokurorluğun yeni rəhbərliyi və təhlükəsizlik xidmətinin yeni rəhbərliyi anlaşma və hüququn aliliyi, qanunun aliliyini önə çəkərək əməkdaşlıq formasında baxın. Həm korrupsiyaya qarşı mübarizə baş idarəsi, həm də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə fəaliyyət göstərirlər və bu cür həbsləri reallaşdırırlar. Eyni zamanda yeri gəlmişkən, yəni Daxili İşlər Nazirliyinin də bu sahədə rolunu danmaq olmaz. Ölkədəki ictimai-siyasi sabitliyin əsas qarantlarından biri də məsələ Daxili İşlər Nazirliyidir. Çünki bəzən baxırıq, o qədər qudurmuş məmurlar, qudurmuş şəxslər var ki, ölkənin ictimai həyatında, siyasi həyatında müəyyən neqativ meyarları təbliğ etməyə, ondan sonra hansısa bir hərəkətləri etməyə cəhd edirlər və dərhal polis orqanları onların başının üstünə alırlar. Yəni bugün Azərbaycanın hüquq mühafizə orqanları normal şəkildə ölkədə hüquq pozuntularına qarşı fəaliyyət göstərirlər və bu da cəmiyyət tərəfindən müsbət dəyərləndirir. Amma sonda bu şəxslərin cəzalanması ilə bağlı məsələ var və bəzən cəmiyyətdə deyirlər ki, yaxşı, nazir kənarda qaldı, idarə rəisi tutuldu, başçı kənarda qaldı, memar tutuldu. Bunun xəbəri olmasa bunu eləyə bilərdim və s. Bu sahədə mən elə hesab edirəm ki, müəyyən qədər ciddi yanaşmaya ehtiyac var və təbii ki, hər kəs öz əməlinə görə məsuliyyət daşıyır, amma cəmiyyəti narahat edir ki, niyə bəzən bu şəxslər kənarda qalır, keçmiş nazirləri götürək və s. Amma onun idarə rəisləri, mavinləri filanları həbs olunurlar. Bu biraz narahatçılıq doğurur. Mən elə hesab edirəm ki, xeyli sayda da nazir vəzifəsindən azad olunub, yeni nazirlər təyin olunub, yəni bu da var. Yəni onlar təyin olunub, yeni nazirlər gəlib, baxırsan ki, yeni nazirlər də gələndən sonra özünün xələfini davam etdirir və yenə də neqativ hallar var və belə hesab edirəm ki, yəni cənab prezidentin də mövqeyi, korrupsiyaya qarşı mübarizə ilə bağlı mövqeyi, hələ mən xatırlayıram, mən parlamentdə olanda cənab prezident dərsən səhv etmirəmsə Tovuz səfərində bir açıqlama verdi ki, bu yolda mənə ictimai təşkilatlar, mətbuat dəstək olmalıdır, mən məlumatı müxtəlif mənbələrdən almalıyam və o vaxtdan yəni korrupsiyaya qarşı bir mübarizə ilə bağlı bir addımlar atılmağa başladı. Amma baxın, yəni bir tərəfdən Demokl qılıncı var, hüquq mühafizə orqanları yerindədir və istənilən anda bu pozuntuların qarşısını almağa qadirdirlər. Təbii ki, yoxlamalar olmalıdır, informasiya olmalıdır. Amma digər tərəfdən məmurlar yenə də dövlətin büdcəsini talamaqla məşğuldurlar, yenə də rüşvət almaqla məşğuldurlar və vətəndaşa xidmət etməli olan məmurlar bəzən görürsən ki, vətəndaşa qarşı laqeydlik, süründürməklə yol verirlər və nəticədə də bu cür neqativ halları tələb etməklə gündəmə gəlirlər ki, filan qurumda bu var, filan qurumda bu var. Düzdür, informasiyaların hamısı həqiqətə uyğun olmaya bilər. Amma informasiya varsa, mən xatırlayıram, biz Sovet dövründə təhsil alarkən o vaxt yazılır ki, cinayət işinin başlanmasına səbəb mətbuatda gedən yazılar da ola bilərdi. İndi o vaxt mətbuat tək-tək idi və dövlətə bağlı mətbuat idi. Amma müxtəlif mənbələr, dezinformasiyalar var, fake informasiyalar var. Amma hər bir informasiya mən yoxlanmasının tərəfdarıyam. Və onu yayanlar haqsız yayıbsa, onlar cəzalanmalıdır. Haqlı yayıblarsa mütləq və mütləq bununla bağlı araşdırmalar aparılmalıdır. Baxın, son günlər nə qədər Qarabağda yeyintilərdən bağlı, Qarabağda tikintilərdən bağlı yazılar gedir. O, həmən adamların varidatları, maşınları, övladlarının həyat tərzi qoyulur və sual olunur ki, bu 1000-2000 manatlıq, 3000 manatlıq maaşdan bunu necə reallaşdırır? Elə səhv etmirəmsə, Hesablama Palatasının son açıqlamasında, həm də Şuşada xəstəxananın tikintisində də dövlət vəsaitinin artıq xərclənməsi ilə bağlı məqamlar vardı. Orada bilmirəm, rəqəm
indi 100 minlərlə idi. Aha. Yəqin ki, daha dəqiqini Yəni nəzarət mexanizmi onda gücləndirilməlidir. biraz nəzarət mexanizmi gücləndirilməlidir. Bir də cəzasızlıq sindromu olmamalıdır.